Yubiley tədbirində qeyd edilib ki, Şahbuz rayonunun Keçili kəndində anadan olan Dilsuz Dünyamalıyev ömrünün 40 ilindən çoxunu pedaqoji fəaliyyətə həsr edib. O, uzun müddət doğulduğu kəndin orta məktəbində direktor vəzifəsində çalışıb. Dilsuz Dünyamalıyev bugün həm də öz imzası ilə seçilən yazıcı kimi tanınır. Təqdimatı keçirilən Ömür Karvanı kitabı sayca onun 13-cü kitabıdır. Buna qədər müəllifin Sevda yolu, Meteorit ömrü, Sənli günlərim, Səni düşünürəm, Gecikmiş etiraf kimi əsərləri işıq üzü görüb və rəğbətlə qarşılanıb. Ömür Karvanı kitabında müəllifin bir neçə hekayəsi və ölkəmizin tanınmış ziyalılarının ona həsr etdikləri məqalələri dərc olunub. Çıxış edənlər Dilsuz Dünyamalıyevin özünə məxsus yaradıcılıq yolundan bəhs edib, təbriklərini və xoş arzularını çatdırıblar. Dilsuz müəllimin həyat fəaliyyəti çox genişli, yoxuşlu olub. Dilsuz müəllim Azərbaycanın Əməkdar müəllimi, Yazıçılar Birliyinin üzvü, Qızıl Qələm mükafatçısıdır. Dilsuz müəllimin bugünkü gündə can sağlığı arzulayırıq. Bir daha təbrik edirik Dilsuz müəllimi. Dilsuz müəllim mənim ən dəyərli müəllimlərimdən biridir. Bugün Dilsuz müəllimin 80 illiyinə, eyni zamanda Dilsuz müəllimin 80 illik Ömür Karvanı kitabının açılışına yığışmışıq. Dilsuz müəllim bizim kimi gənclərə, yüzlərlə insana yol tutacaq bir ömür yolu keçib. Xoş oldu ki, Dilsuz müəllimin yubiley tədbirində iştirak elədim. Dilsuz müəllimə yaradıcılıq uğurları arzulayıram, davamlı olsun. İnşallah ki, qarşıda gələn illərdə 85, 90, 100 ildə yaşasın və bu davamlı olsun. Ömür kitabının davamı gəlsin. Bugün biz qəlbinin istisi, əqlinin, təfəkkürünün işığı ilə minlərlə ziyalımız üçün, Naxçıvanlı ziyalımız üçün bir mənbə olan, işıq mənbəyi olan, nur mənbəyi olan bir insanın, dəyərli bir vətəndaşın, çox görkəmli bir ziyalımızın, görkəmli Naxçıvanlımızın yubileyinə yığışmışıq. Mən Dilsuz müəllimi təbrik edirəm. Birinci növbədə ona can sağlığı arzu edirəm. Dilsuz müəllim bizim həm də dəyərli yazıcı publisistimizdir. Ona görə ona bundan sonraki həyatında uzun və səmərəli bir yaradıcılıq yolu arzulayıram. Qeyd edək ki, Naxçıvan televiziyası da tanınmış ziyalımızın 80 illik yubileyinə Arzuların müəllimi adlı sənədli film həsr edib. NTV ailəsi adından bir daha dəyərli ziyalımızı təbrik edir, ona möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq. Müzəffər Əsgərov, Şəbnəm Həmzəyeva, Elşad Heydərov, NTV Xəbər.